Salam gənclər, maga baxırsınız. Bilmirəm siz də hiss etmisinizmi, yoxsa sadəcə bu romantik bir baxış bucağıdır. Amma bu gün milli dəyərlərimiz sosial mediada tam başqa cür yaşayır. Əvvəllər onlar nənələrimizin nağıllarında, babalarımızın sözlərində idi. Bu gün isə rəqəmsal dünyada. Sosial şəbəkələrdə mədəniyyətimizi təbliğ edən paylaşımlar edirsiniz? Mən belə memarlıq səhifəsi istifadə edirəm. Oradan muzeylərə gedirəm, belə muzeylərdən paylaşımlar edirəm. Məsələn, Ziya Tağıyevin ev muzeyi olsun, Qazel İncəsənət muzeyi olsun, bu kimi muzeyləri paylaşıram. Ondan savayı bu məsələn Heydər Əliyev mərkəzi, Zaha Hədidin memar olduğu belə binaları falan paylaşıram ki, bu səhifəni də açıq olaraq istifadə edirəm ki, oradan yəni kimsə keşfətdən falan görüb şey eləyə bilsin də, daxil olub baxa bilsin. Bəli, xüsusi günləri, dövlətçiliyimizə aid xüsusi günləri vurğulayıram. Önəmli məsələlər haqqında fikirlərimi bildirirəm. Ən çox da paylaşım edən insanları, məsəl üçün onların fikirlərinə qatılıram və yaxud da mənfi fikirlər verirsə onları aydınlaşdırıram. Necə ki mən tarix oxuyuram və bu fikirlərdə daha çox fikirlərim var da mənim nə baş verib, necə olub, bunları aydınlaşdırıram onlara qarşı, yəni səhv düşüncələrini düzlüyə çevirməyə çalışıram. Etmirəm, amma etdikdə dəstək göstərirəm müəyyən qədər. Məsələn, əgər TikTokdursa onun videosunu paylaşıram, repost edirəm. Milli dəyərlərimizə də böyük hörmət göstərirəm. Etmirəm, amma etmək istəyərdim. Əlbəttə edirik. Demək olar ki, əsasən biz tələbələrlə bir yerdə çalışırıq. Biz əsasən tələbələrin inkişafı, özlərini bazarlıq etdirməsi üçün bir çox fəaliyyətlər həyata keçiririk və layihələr həyata keçiririk. Əsasən biz bir çox muzeylər ekskursiyalar təşkil edirik ki, tələbələrimiz onlarla tanış olsunlar, milli dəyərlərimizi və tariximizi bilsinlər. Bəzi arada olur bəzi. Nə kimi paylaşımlar? Məsələn, xüsusi günlərdə, Respublikanın xüsusi günlərində, bayram günlərində, məsəl üçün ölkəmizlə bağlı olan hər hansı bir paylaşım deyək. Xüsusilə xarici dillərdəki daha çox xaricdən baxanlar ona diqqət yönəltsinlər. Mövzu ilə bağlı sujetlərimiz var. Magilarımız müxtəlif mədəniyyətləri araşdırıb. Dünya maraqlı və bir o qədər də qəribə adət-ənənələrlə doludur. Bəzən bizə adi görünən bir davranış başqa bir ölkədə təəccüb, hətta təəssüf doğura bilər. İnsanların böyük əksəriyyəti hədiyyə alanda çox sevinir. Amma təəssüf ki, bəzi ölkələrdə bu belə deyil. Məsələn, Çinli bir dostunuza saat hədiyyə etsəz, onun üz ifadəsi qəfildən dəyişə bilər. Çünki Çində saat hədiyyə etmək münasibətin bitməsinə işarədir. Bu qəbildən olan digər əşyalara cib dəsmalı, çətir və ayaqqabı aid. Bir çox ölkələrdə süfrə mədəniyyəti tamamilə fərqlidir. Əminəm ki, duz istəməklə bağlı qadağa heç ağlınıza belə gəlmədi. Lakin Misirdə sizi yeməyə dəvət etsələr, heç bir halda duz istəməyin. Çünki bu, yeməyin dadı pisdir deməkdir və ev sahibi bunu təhqir kimi qəbul edə bilər. Fast food əlbəttə ki, əllə yeyilir. Sendviçlər isə şübhəsiz. Lakin Norveçdə sendviçlər belə çəngəl bıçaqla yeyilir. Əks halda ətrafdakılar sizin mədəniyyətsiz olduğunuzu düşünə bilər. Dünyanın hər bir yerində uşaqlar süd dişini yastığın altına qoyur və səhər həmin dişin pula çevrildiyini görürlər. Amma Yunanistanda bu belə deyil. Burada uşaqlar dişlərini evin damına atmağın onlara xoşbəxtlik gətirəcəyini inanırlar. Avstraliyadasınız və taksiyə minib rahat arxa oturacaqda əyləşirsiniz. Amma taksi sürücüsü sizə tərs-tərs baxır. Çünki burada insanlar adətən sürücünün yanında otururlar. Birbaşa arxa oturacağa keçmək hörmətsizlik kimi qəbul edilir. Bu adətlər dünyadakı fərqli mədəniyyətlərin sadəcə kiçik bir hissəsidir. Bu cür müxtəlifliklər sayəsində dünya daha rəngarəng və maraqlı bir yerə çevrilir. Bloger Məryəm Novruzi qonağımızdır. Məryəm xanım, vətənə eləcə də maga xoş gəlmisiniz. Çox sağ olun Kübra hanım. Necəsiniz? Yaxşıyıq, necəsiz? Mən də yaxşıyam. Məryəm xanım, dedim vətənə xoş gəlmisiniz, amma vətəndə qonaq olmaq necə bir hissdir? Ümumiyyətlə özünüzü burada qonaq hiss edirsiniz? Məncə mən özümü artıq heç yerdə qonaq hiss eləmirəm. Çünki mən yəni bura mənim evimdir. Amma ikinci evim də İngiltərədədir. İkisində də özümü çox rahat hiss edirəm. Yəni ona görə də bir qonaq kimi yox, bəlkə bir kənardan baxan bir şəxs kimi. Amma qonaq məncə tam yəni onu düzgün göstərən bir söz deyil mənim üçün. Ona görə də heç də qonaq kimi də hiss etdirmir. Həm də siz 18 il Azərbaycanda yaşamısınız, düz bilirəm. Bəli. Sonra köçmüsünüz Londona. Bəli. Yəni qonaq sayılmırsınız. Yox, ona görə deyirəm ki, mən heç hiss eləmirəm özümü qonaq kimi.
Aha, Məryəm xanım, bugünkü mövzumuz sosial şəbəkələrdə Azərbaycan mədəniyyətini təbliğ etməkdir. Və sualımız belədir ki, sizcə sosial media Azərbaycan mədəniyyətinin qorunması, təbliğ edilməsi, tanıdılması üçün nə dərəcə effektiv bir platformadır və siz bunu öz bloqunuzda necə edirsiniz? Məncə sosial media hal-hazırdakı dünyadakı ən güclü platformadır. Bu mədəniyyəti tanıtmaq üçün olsun, başqa səbəblər üçün olsun. Yəni bir anda, bir dəqiqədə bütün dünyanı əlinə alırsan. Yəni bu əlbəttə ki, düzgün istifadə olunsa, məsələn, dediyiniz mövzuda Azərbaycan mədəniyyətini tanıtmaq üçün, yəni heç nə qarşısında dura bilməz. Yəni çünki bu açıq bir platformdur. Hər kəsə ulaşıla bilən bir platformdur. Ona görə məncə bunu işlətmək lazımdır, hətta daha da çox işlətmək lazımdır. Yəni çünki nə qədər çox sosial mediada mədəniyyəti düzgün şəkildə tanıdan insanlar olsa, insanlar o qədər də çox bilər. Yəni artıq dövr dəyişir. Yəni sadəcə saytlar, veb saytlar, xəbər saytları deyil. Yəni artıq daha çox vizual şəkillərdir. Yəni bizim beynimiz 15 saniyəlik videonu 15 dəqiqəlik məqalədən daha çox, daha və tez algılayır. Əlbəttə ki, 15 dəqiqəlik məqaləyi də mən də oxuyuram. Amma hər şeyin bir neçə növü olmalıdır. Ona görə mədəniyyətimizin tanınmasında məncə sosial şəbəkələr öz rolunu oynamalıdır, oynayır da, daha da çox oynasın. Və sizin bloqunuzdan danışaq biraz. Bloqunuzun əsas məqsədi nədir? Sözdən öncə mən başlayanda bloqumun əsas məqsədi mənim öz həyatım idi. Mən öz həyatımın parçalarını paylaşırdım. Çünki mənim İngiltərədə yaşayanda Azərbaycanlı olmam həyatımın çox böyük bir parçasıdır. Çünki insanlar tanımır, yəni bir çox Azərbaycanlıyı, hətta yəni cavan Azərbaycanlı xanımı görəndə iş yerində olsun, bu dost, sosial hər bir yerdə insanlar təəccüblənir. Və bu artıq o qədər həyatımın böyük bir parçası halına gəlib ki, yəni sosial şəbəkədə həyatımı paylaşanda Azərbaycanla bağlı paylaşmağa başladım. Və hal-hazırda çox yəni izləyici sayı artıb və daha da məsuliyyətli yanaşmaya başladım və kanalımı əlbəttə ki, Azərbaycan haqqında, Azərbaycan mədəniyyəti haqqında yəni o yöndə dəyişdirdim. Əlbəttə ki, öz həyatımı da çox sıx-sıx paylaşıram. Amma artıq bir məsuliyyət olduğu üçün, onsuz hər zaman məsuliyyət var idi. Amma mən başlayanda geri dönüşü bilmirdim. İndi artıq geri dönüşü bilirəm. Bu Azərbaycanlı insanlardan olsun, dünyadakı insanlardan olsun. Çox maraqlı gəldi insanlara. Mən də bunu daha ciddi bir şəkildə davam etməyə qərar verdim. Çünki başa düşürəm ki, yəni insanlara bu qədər maraqlıdırsa, mən bunu niyə bir sonraki səviyyəyə götürməyim və mən onun üstündə işlədim. Yəni daha professional, daha hazırlıqlı, yəni bu əvvəl daha spontaneous şəkildə, yəni spontan bir şəkildə idi. Amma indi artıq daha da yəni hətta diksiya dərsləri alıram, Azərbaycan dili dərsləri. Yəni Azərbaycan sektorunda oxumuşam, amma yəni bir neçə ildə heç danışmayanda, yəni ümumiyyətlə günlük həyatda ingilis dilində işləyəndə, oxuyanda insan istər-istəməz biraz çətinlik çəkir düşüncədən tərcümədə. Yoxsa bu yəni mənim söz biliyimi, dilik biliyimi yəni heç bir şəkildə azaltmır. Sadəcə beyin üç şeydə bəzən fokuslana bilmir. Ona görə də mən yəni dərslər alıram. Yəni necə deyim, insanlara dünyada heç bir dövlət qurumunda və s. işləməsəm belə mən də bir məsuliyyət daşıyıram. Yəni bu məncə məsuliyyət daşımaq üçün heç kim olmaq lazım deyil. Yəni mənim bloqum var, izləyicilərim var. Bu 10 insan olsun, 10 min insan olsun, 100 min insan olsun. Mən hamısının qabağında məsuliyyət artıq daşıyıram. Bəli, sözsüz ki. Və ona görə də yəni hal-hazırda mədəniyyətimizi düzgün bir şəkildə göstərmək üçün, yəni əlimdən gələni öz üstümdə bu olsun, ətrafımda hər yerdə ən yaxşısını eləməyə çalışıram. Hazırda hansı dildə düşünürsüz? Çox maraqlı bir sualdır. Məncə mən heç şəkilləşməmişəm. Məncə mən ingilis dilini düşünürəm. Niyə? Çünki bu ingilis dilini mən mükəmməl şəkildə bildiyimə görə deyil. Yəni mən ingilis dilini mükəmməl bilmirəm. İngilis dili mənim ilk dilim deyil. Amma ünsiyyətimi günlük həyatda uzun müddətdir elə qururam deyə cümləni formalaşdırmaqda ingilis formalaşdırmasını edirəm. Çünki yəni hətta bəzən mənim dostlarım deyir ki, sən bunu tərcümə elədin. Məncə hal-hazırda ingilis dilində düşünmürəm, ingilis dilində cümlə qururam. Qrammatik cəhətdən belə deyək. Amma əlbəttə ki, mən dediyim kimi çox çalışıram ki, dilimizi düzgün bir şəkildə göstərim. Yox, bu sizdə çox gözəl alınır, yəni bilinmir ingilis dilində düşündüyünüz. Məryəm xanım, sizin
vloqunuzu yəqin ki, xaricdəki ətrafınız, dostlarınız da izləyir. Bizə maraqlıdır ki, xarici auditoriyanın Azərbaycan mədəniyyətinə qarşı münasibəti necədir? Məsələn, indiyə qədər əcnəbilərdən mədəniyyətimizlə bağlı, ümumiyyətlə ölkəmizlə bağlı eşitdiyiniz, aldığınız ən qəribə və ya maraqlı sual nə olub? Çoxdur. Yəni birincisi məni görəndə və çox belə əslində bloqum o cümlədən başladı deyək. You are the first Azərbaycani I met. Sən mənim həyatımda tanışdığım ilk Azərbaycanlısan. Və məncə insanlar çox tanışmırlar bizimlə. Çünki əlbəttə ki, dünyada çox həm yerlimiz bir çox ölkədə fəaliyyət göstərilir. Amma o qədər də çox deyilik. Yəni baxıldıqda başqa ölkələrlə müqayisə edildikdə. Ona görə də insanlara çox maraqlı gəlir. Yəni məsələn mən bloqa başlamadan da qabaq, hal-hazırda da hər zaman çox sosial bir insan olmuşam. Hər zaman İngiltərədə yeməklər olsun, ad günlər, Yeni il, Novruz bayramı, bizim bayramlarımızı hər zaman dostlarımı çağırmışam. Və mənim dostlarım, yəni mən orada hardasa bir 10 fərqli ölkədən insan gəlir. Yəni onlardan bəlkə 3 nəfər Azərbaycanlıyıq. Geri qalanı dünyanın hər yerindən. Və onlar artıq yəni əvvəl tanışdığımda heç bir məsələn bir rəfiqəm var. Kanadanın Prince Edward adasındandır. Yəni bunu mən əminəm ki, Azərbaycanlılar da Prince Edward adasının Kanadada harda olduğunu bilmirlər. Onlar da bizi ona görə yəni çox uzaq eşidiblər, amma tam olaraq harda necədir. O mənə hər dəfə biz tanışanda o çətinlik çəkirdi hər şeyi öyrənməkdə. Artıq indi biz oturmuşduq bu yeni ildə də mən dəvət eləmişdim. Dedi ki, I know, mən bilirəm. Azərbaycan, Baku. Məryəm is from there. Məryəm oradandır. Azərbaycanlılar çox istidir, çox istiqanlıdır, qonaqpərvər, çox çalışqan, çox zəhmətkeş, çox əməksevər. Yəni belə şeyləri çox eşidirəm. Yəni insanlar məncə bir ölkə haqqında fikri nə qədər video eləyirsənsə elə, bu çox faydalıdır. Əlbəttə ki, mən hesab edirəm ki, hamısı olmalıdır. Amma bir insanla danışdıqda, insanın enerjisini görəndə, insanın aurasını hiss etdikdə daha ölkə haqqında, ölkə insanları haqqında daha yaxşı bir fikir əldə edirlər. Sözsüz ki, onu özünüzdə əks etdirməlisiniz. Əlbəttə. Yəni o yüzden ona görə də mən dediyim kimi məsuliyyət həyatımızın hər yerindədir. Və məncə xaricdə yaşayan vətəndaşlarımızın məsuliyyəti daha da çox olmalıdır. Çünki biz orada bir individual kimi bütün ölkəni təmsil edirik. Yəni tutalım Kanada üstündə mən örnək göstərim. Orada məsələn o qədər çox Azərbaycanlı yoxdur, tutalım bir qəsəbəsində. 3 Azərbaycanlı nə etsə, Azərbaycanlılar haqqında fikir elə olacaq. Ona görə çox vacibdir məsuliyyətli olmaq. Böyük məsuliyyətdir. Siz qeyd etdiniz ki, orada bayramlarımızı, ənənələrimizi yaşadırsınız, qeyd edirsiniz. Üzümüzə Novruz bayramı gəlir. Novruz bayramını qeyd etməyi düşünürsünüz? Əlbəttə, mənim soyadım Novruz idi. Adımda Novruz var. Mən hər zaman ümumiyyətlə Novruz bayramını çox sevmişəm. Məktəbdən. Mən səməni yarışmalarında məktəbdə birinci yer tutmuşam hər zaman. 4 mərtəbəli səməni düzəltmişdim 8-ci sinifdə. 4 mərtəbəli? 4 mərtəbəli və necə qaldı bilmirəm. Mən də unutdum orada. Mən həmişə birinci olmaq istəmişəm hər yerdə. Ona görə də orada da yəni İngiltərədə əslində sizə belə deyim, İngiltərə çox diplomatik ölkədir. Bütün ölkələrin bayramları olsun, ədədləri olsun, çox hörmət edirlər. Məsələn, bu Ramazan bayramı olsun, yəni Ramazan ayı olsun, bütün Oxford Street, Londonun ən əsas küçəsi bütün Ramazan işıqlarındadır. Yəni necə bunu Christmasda edirlər, eyni şəkildə Ramazan ayında da edirlər. Novruz bayramı İngiltərədə bir çox yerdə yəni görə bilərsiniz. Bu çox tanınan bir şeydir orada. Yəni bizi tanıyırlar, bilirlər Novruzun nə olduğunu. Hətta bir çox insan hər zaman soruşur məndən, sənin soyadın yeni il deməkdir o Novruz sözü. Ona görə də mən də özüm də keçirdirəm yemək. Yəni evdə bir yığınca dostlarınızı hər zaman hazırlayıram. Mən çox yemək hazırlamağı sevirəm. Əlbəttə hamı kimi hazırlamıram, amma bir şeylər edirəm. Yəni bu ildə bütün dostlarımı çağırıram, həmişə göstərirəm. Mən bunu hətta Azərbaycanı tanıtmaq üçün edirəm, amma daha çox insanları bir yerə yığmaq üçün. Yəni məqsəd onları bir yerə yığmaqdır, onlara bu istiliyi göstərməkdir. Hədəfim bir şey göstərmək, bir şey sübut etmək deyil. Onu yaxşı vaxt keçirib, çay içməsi, yemək yeməsi, necə deyək, şirniyyatlar ciblərində dolduraraq evindən çıxmasıdır. Məryəm xanım, sizcə sosial şəbəkələrdə Azərbaycan mədəniyyəti ilə bağlı təhrif olunan və yaxud düzgün təqdim edilməyən məqam, məlumat hansıdır və bunu necə düzəltmək olar?
mən bunu çox eşidirəm. İnsanlar çox təəccüblənir Azərbaycan dili olduğu zaman. Yəni bildiklərində ki, Azərbaycanın ana dili Azərbaycancadır. Çünki ya rusca ya türkçə elə bilirlər. Bunu mən nəyə görə, yəni fikirləşirəm niyə belədir? Çünki bir çox bizim bəlkə sosial mediadakı təmsilcimiz o dilləri seçir. Mən heç kimi qınamıram. Yəni bəlkə biz çox qarışıq yəni bir ölkəyik. Yəni nə demək istəyirəm ki, fərqli kökənlər var hər kəsin. Hər kəs də bura ölkəmiz açıqdır hər kəsə. Ona görə də başqa dillərdə böyürlər və s. Ona görə də yəni onları qınamıram. Yəni kim necə istəyirsə elə aparsın. Sadəcə mən hesab edirəm ki, bəlkə də birazcıq bunun üstünə düşmək lazımdır. Azərbaycan dilinin olduğunu və bizim ölkəmizin yəni hər zaman bu ikinci sualdır. Azərbaycan dili nəyə oxşuyur? Rus dilinə mi, türk dilinə mi? Yəni hər dünyada mən bəlkə bu sualı 1000 dəfə eşitmişəm. Yəni bunu izah etmək, yəni sosial şəbəkələrdə çox vacibdir məncə. Sizcə qarşısını almaq üçün hansı addımlar ata bilərik? Azərbaycan dilində danışmaq. Çox sadə və düzgün bir cavab oldu. Məncə danışmaq. Yəni əlbəttə ki, mən heç kəsi qınamıram. Mən yəni aləmdə rusca danışılır, ingiliscə, fransızca danışılır. Yəni bütün biz dillərə çox açıq bir ailəyik. Dil bilmək əladır. Bütün dilləri bilmək. Keşke hamımız bilsək, bütün dilləri belə göstərib seçsək, danışsaq. Amma məncə dünya üçün vacibdir. Yəni sadəcə biz qürur duymalıyıq ki, belə dilimiz var. Bunu gizləmək lazım deyil ya da yəni necə deyək, hər zaman açıq bir şəkildə məncə dilimizi göstərməliyik və paylaşmalıyıq. Və bu hətta sosial şəbəkələrdən də deyil, bəlkə də yəni hamımız biraz daha məsuliyyətli olsaq, əsas ölkəmizlə bağlı əsas faktlar haqqında bu daha asan yayılacaq. Bir zamanlar sosial şəbəkələrdə Azərbaycanlı olduğunu demədən göstər adlı bir trend var idi. Düzdür, orada yumor xarakterli paylaşımlar edirdilər. Bəzən anti-təbliğat olurdu. Gəlin biz buna ciddi yanaşaq və bu suala ciddi cavab verək. Azərbaycanlı olduğumuzu demədən necə göstərə bilərik? Mən həmişə deyirəm, bəncə bizdə bu çox var. Biz fikir vermirik, amma biz yox deyəndə bəzən deyirik. Məsələn, mən bunu çox xarici dostum məni görəndə yox deyəndə Başa düşmür. Başa düşmür. Belə şey yoxdur məncə heç bir mədəniyyətdə. Biz yox deyirik. Əlbəttə ki, sonra yəni biz gestikulyasiyası, əl hərəkətlərimiz çox güclüdür. Londona qayıdanda Azərbaycandan ən çox nə üçün darıxacaqsınız? Aləm və əlbəttə ki, şəhərim üçün. Mən Bakı küçələri, havası, abu havası. Yəni mən hətta son 3 gün qabaq gəlmişəm. Bakının bütün küçələrini biz səhərdən axşama gəzirik. Səhərdən axşama. Yəni küçələrin abu havası, hava, insanların danışığı, yəni bir kafada oturanda yan masanın danışığı, yəni insana şirin gəlir. Əlbəttə. Sonra mərhəmətlik, insanın mərhəmətliyi, yəni bu olsun hər yerdə. Tanışdığım bütün insanlar, yəni şükür, yaxşı, çox siz, yəni çox maraqlı insanlardır. Sonra nənələrim, əlbəttə ki, nənələrim üçün darıxacağam. Belə, yəni bir çox şey var. Məsələn, çox yemək məsələsində mən çox belə bağımlı deyiləm. Çünki mən özüm də orada yemək bişirirəm. Yəni özüm çox yaxşı elədiyimə görə mənə sanki Azərbaycana gələndə belə əlbəttə ki, məhsullar fərqlidir, amma mən hər gün Azərbaycan yeməkləri demək olar ki, bişirdiyimə görə heç çox darıxmıram ondan. Çünki mən oradakı həyatımın parçasıdır. Amma insanlar, mən onsuz da insanıyam. Mənim üçün ən çox vacib olan insanlardır. Yəni həyatda mən heç bir şeyə bağlı deyiləm. Heç bir fiziki bir parçaya, evə, heç bir şeyə. Mən sadəcə insanlara bağlıyam və insanlar, yəni burada tanıdığım, tanımadığım hər kəs. Yəni hətta mən küçələrdə, yəni bulvarda və s. gəzirdik. Bir çox 15 yaşından tutmuş 75 yaşına qədər xanımlar, bəylər yaxınlaşıb, qucaqlaşırdıq, yəni söhbətləşirdik. Sadəcə yəni oradan, buradan, havadan, sudan, amma çox böyük bir sevgi çəmbəri yaradılıb. Ona görə də o sevildiyin yerdən getmək həmişə çətindir. Amma orada da sevilirəm. Ona görə sevildiyin yerdən sevildiyin yerə getmək. Sevildiyin yerdən sevildiyin yerə getməlisən. Getməlisən və həmişə sevildiyin yerlər. Mənim həyatdakı baxış açım odur ki, həmişə elə yerləri yaratmalısın ki, sən orada sevilirsən. Yəni mən bir yerdə insanın özündən asılı olan bir şeydir. Əlbəttə. Yəni bir yerdə bir şey səhvdirsə, demək ki, siz səhv yerdəsiniz. Məryəm xanım, söhbətinizə doymaq olmur. Çox sağ olun gəldiyiniz üçün. Təşəkkür edirik. Sizə bol-bol uğurlar arzu edirik. Tez-tez gəlin. Tez-tez görüşək.
Çox şad oldum. Çox sağ olun. Sağ olun. Söhbətimiz bitdi, amma efir vaxtımız hələ bitməyib. Odur ki, magilarımızın sujetlərini izləməliyik. Hər bir nəfəs musiqiyə çevrilən bir hekayədir. Gəlin görək bugünkü hekayəmizin qəhrəmanı Adəm musiqi alətlərindən biri olan balabana necə yiyələnib. Balaban aləti qədim və ənənəvi Azərbaycan musiqi alətlərindən biridir. Bu əsasən nəfəs aləti olub taxtadan hazırlanır. Balabanın üzərində 7-8 dəlik yerləşir. Bu dəliklər ifaçıya müxtəlif səsləri yaratmağa imkan verir. Alətin səsləndirilməsi üçün xüsusi qamış dilli istifadə olunur ki, bu da balabanın zərif və duyğulu səsini təmin eləyir. Balaban Azərbaycan musiqisində geniş istifadə olunur və xalq musiqisinin əsas elementlərindən biri hesab edilir. O həm solo ifada, həm də ansambllarda istifadə olunur. Bu alət həmçinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən Azərbaycan muğam sənətinin ayrılmaz bir hissəsidir. Valideynlərimin istəyi ilə olub balaban sənətinə yiyələnmək. Təbii ki, daha sonra balaban sənətinin sirlərini öyrənəndən sonra özümdə də həvəs yarandı bu alətə qarşı. İlk təhsilimi rayonda Qobustan şəhərində Rəşid Behbudov adına Uşaq İncəsənət məktəbində almışam. Müəllimim Baxış Binyetov olub. Orada 5 illik təhsilimi başa vurduqdan sonra Azərbaycan Milli Konservatoriyasının sənədlərimi vermişəm və 2023-cü ildə Azərbaycan Milli Konservatoriyasına daxil olmuşam. Hal-hazırda da konservatoriyada müəllimim əməkdar artist Şirzad Fətəliyevdir. Balaban aləti, yəni qədim alətdir, Azərbaycanın milli alətidir. Əsasən ərik ağacından hazırlanır. Daha əvvəllər qoz ağacından hazırlansa da, hal-hazırda ərik ağacından daha keyfiyyətli, daha yaxşı balabanlar hazırlanır. Mən Azərbaycanı Almaniyada təmsil eləmişəm, balaban ifaçılığı üzrə. Salman Qəmbərovla birlikdə getmişdik Almaniyaya, yəni orada çıxışımız olub. İndi isə maraqlı faktların vaxtıdır. Sinqapurda axşam saat 10-dan sonra çölə çıxmaq rəsmi olaraq qadağandır. Əgər ondan sonra çölə çıxsaz, buna görə polis bölməsinə aparıla və cərimə oluna bilərsiniz. Hindistanda sağ əl hörməti və təmizliyi təmsil edir. Ona görə də qarşılıqlı təmaslar və yemək yalnız sağ əllə olur. Sol əldən istifadə etmək isə qeyri-etik hesab olunur. Əgər bir gün Almaniyaya köçsəz, orada heç kəsin ad gününü vaxtından tez təbrik eləməyə tələsməyin. Çünki almanlar vaxtından tez və gecikmiş ad günü təbriklərini qəbul etməyi sevmirlər. Milli dəyərlərimizi sevək, amma onları sosial şəbəkələrdə like üçün yox, həqiqətən yaşatmaq istədiyimiz üçün paylaşaq. Bizdən bugünlük bu qədər. Görüşərik.